Yarışa çox ciddi şəkildə hazırlıq keçmişdik. Təbii ki, final görüşü çox gərgin keçdi. Buna gərginliyə keçməyinə baxmayaraq qələbə Azərbaycan komandasının oldu. Uşaqlarımız, idmançılarımız həqiqətən gözəl mübarizələr göstərdi və nəticədə Azərbaycan komandası komanda hesabında MDB oyunlarından qızıl mükafatına layiq görüldü. Komanda yarışı elədi ki, yəni bu qızlı oğlanlıdır. Burada hər bir idmançının üzərinə böyük bir məsuliyyət düşür. Yəni xüsusilə istəməzdim ad çəkim, amma hər biri öz üzərinə düşən məsuliyyəti dərk edirdi və özümüzdə də mübarizəsini sona qədər davam etdirdi. Ona görə də hər birinə öz dərin təşəkkürümü bildirirəm milli komanda məşqçisi olaraq və təbrik edirəm. Özbəkistan idmançılarında həqiqətən onların da komandasında 3 dünya çempionu iştirak edirdi, titullu idmançılarımız var idi və ağır çəkidə bizim ağır çəkidə olan idmançımız Sübhan Axundovla dünən final görüşündə qalib olmuşdu. Olan fikirlərinə görə bu gün də istəyirlər ki, həmən yenə eyni qələbəni təşkil edəsin, amma buna baxmayaraq qələbə bizimlə oldu. Və fürsətdən istifadə edirəm. Bu gün Beynəlxalq Müəllimlər Günüdür və bu münasibətlə öz müəllimlərimizi təbrik edirəm və idmançılarımıza çox sağ ol deyirəm ki, həqiqətən bu medal sevincini Müəllimlər Günündə bizə bəxş etdilər.